Salam. Salam. Adınız və vəzifənizi öyrənə bilərik. İlhan, vəzifəm mağaza sifariş mütəxəssisi. İndiki vəzifənizdə çalışmasaydınız, nə olmaq istəyərdiniz? İlki vəzifəmdə çalışmasaydım, yəqin ki, modelyer dizayner olmaq istəyərdim. Qoltuq olar. Nəyə görə? Ona görə təbiət sevirəm. Yəqin ki, sahibkar vəzifəsi. Mən əvvəl HR olmuşam. HR-dan keçmişəm bura, təlim üzrə mütəxəssis olmuşam. Ona görə indiki vəzifə olmasa böyük məmnuniyyətlə HR çalışardım. Maliyyə direktorluğunda direktor vəzifəsində. Kompüter mühəndisi ola bilər. Çünki texnologiyanı sevirəm. Teknologiya! Nərmin xanım, mühasib olmasaydınız, nə olmaq istəyərdiniz? Mühasib olmasam marketoloq olardım. İndiki işimdə çalışmasam, yəqin ki, mühasib olmağı seçərdim. Çünki rəqəmlərlə işləməyi sevirəm. Yenə mühasib. Niyə? Kimi çox sevirəm. Uğurlar sizə. Çox sağ olun.